Salam hörmətli İqtisadi izləyiciləri, günün aktual məsələlərini müzakirə edirik. Studiyamızın qonağı millət vəkili Musa Uruddur. Musa müəllim, xoş gəlmisiniz. Xoş gördük. Musa müəllim, 14 iyul tarixi Azərbaycan tarixində xüsusi yer tutan bir tarixdir. 57 il öncə Ulu Öndər məhz 14 iyul tarixində 1969-cu ildə ilk dəfə Azərbaycanda hakimiyyətə gəldi. Siz bu mövzuyla bağlı fikirlərinizi bildirəsiniz. Tamamilə doğru deyirsiniz. 14 iyul tarixi xalqımızın və vətənimizin tarixində çox xüsusi bir gündür, əlamətdar bir gündür və müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin Sovet dönəmində Azərbaycana rəhbərliyə gəldiyi gündür və müstəqilliyimizə gedən yolun da başlanğıcını biz bu gündən hesablaya bilərik. Çünki Ulu Öndər Heydər Əliyevin Azərbaycana Sovet hakimiyyət dövründə rəhbərlik etdiyi 13 il ərzində Azərbaycan doğrudan da müstəqil dövlətə hazırlıq prosesi keçmiş bir ölkə kimi tarixə düşübdür və sonradan Sovet hökuməti dağılandan sonra Rusiyalı politologların bir çoxları bu məsələyə qayıdıblar ki, əgər 70-ci illəri SSR məkanında durğunluq illəri adlandırırdılarsa, bu Azərbaycana aid deyil, bu əslində Azərbaycanda inkişaf və intibah 10 illik olmuşdur və Azərbaycanın rəhbəri Heydər Əliyev bütün parametrlər üzrə Azərbaycanı müstəqilliyə hazırlamışdır. Baxmayaraq ki, Heydər Əliyev SSR kimi nəhəng bir dövlətin rəhbərlərindən biri idi, Komünist Partiyasının həmin devr üçün liderlərindən biri idi, amma gec-tez o Azərbaycanın müstəqilliyə çıxmağına, müstəqillik əldə edəcəyinə inanırdı və dövləti də, ölkəni də bir müstəqil dövlət olaraq hazırlayırdı. Biz bunun sonraki addımlardan hamısından görürdük. Amma 1969-cu ilin 14 iyulunda nəyə görə Heydər Əliyev Azərbaycana rəhbər vəzifəyə seçildi? Digər namizədlər, daha çox adı hallanan namizədlərə üstünlük verilmədi. Heydər Əliyev həmin dövrdə bir siyasi vəzifə daşımırdı və Azərbaycanda Dövlət Təhlükəsizlik Komitəsinin sədri idi, general idi. Amma Komünist Partiyasının rəhbərlərindən deyildi və ona görə də çox maraqlı belə suallar ortaya çıxardı ki, nəyə görə o zaman hakimiyyətə iddialı olan Nazirlər Soveti sədri Ənvər Əlixanovun namizədliyi Moskvada qəbul olunmadı. Ondan sonra Məmməd İskəndərovun Ali Sovetin sədri namizədliyi qəbul olunmadı. Mərkəzi Komitədən göndərilən digər namizədlər qəbul olunmadı. Heydər Əliyevin namizədliyi qəbul olundu və daha doğrusu irəli sürüldü Moskva tərəfindən. Çünki Moskvada oturanlar da, Kremldə oturanlar da o qədər ağılsız adamlar deyildilər. Onlar görürdülər ki, Azərbaycan böyük bir iqtisadi potensiala malik olmasına baxmayaraq, ölkə respublika olaraq tənəzzüldədir və o vaxtki SSR 15 respublikasının içərisində öz sosial-iqtisadi göstəricilərinə görə 13-cü yerdə gedirdi. Yalnız Tacikistandan və Türkmenistandan bəzi göstəricilərimiz qabaqdaydı. Qalan göstəricilərimiz hamısı demək olar ki, çox aşağı bir səviyyədə idi. Ona görə də lazımdır ki, bu ölkənin potensialından istifadə olunsun və bütövlükdə SSR dövləti üçün Azərbaycan gəlirli bir ölkəyə çevrilsin. Eyni zamanda Azərbaycanın özündə də artıq müəyyən sosial gərginliklər yaranırdı və insanların narazılıqları vardı. Buna görə də belə bir lider seçilməli idi ki, o həm xalqın rəğbətini qazana bilsin, həm ortaya qarşıya qoyulan vəzifələri icra edə bilsin, həm də özü bir təşəbbüskarlıqla ölkədəki və o cümlədə respublikadakı neqativlərlə mübarizə apara bilsin. Və qısa müddət ərzində Heydər Əliyev artıq deməli həmin ilin 14 iyul Mərkəzi Komitənin plenumunda vəzifəyə seçiləndən sonra qısa müddətdə ölkədəki vəziyyəti analiz elədi. Belə deyək ki, əsasən bilirdi. Çünki Dövlət Təhlükəsizlik Komitəsinin sədri olaraq bütün informasiyalar vardı onda və həmin ildə çox vacib olan məşhur bir avqust plenumu var. 1969-cu ilin avqustunda Heydər Əliyevin rəhbərliyi ilə bir plenum keçirildi. O plenumda Heydər Əliyev açıq şəkildə təkcə Azərbaycan ictimaiyyətinə deyil, bütövlükdə SSR-yə bəyan etdi ki, artıq bu cür yaşamaq və işləmək olmaz. Və həmin dövrdə artıq Heydər Əliyevin böyük bir korrupsiyaya qarşı mübarizə, rüşvətxorluğa qarşı
mübarizə və ölkə iqtisadiyyatının qaldırılması üçün dövlət proqramlarının qəbul olunması, planların qəbul olunması ilə bağlı həmin konferansda, plenumda öz təşəbbüslərini çıxış etdi və bu təşəbbüs qısa müddət ərzində bütün SSR-yə yayıldı. Və Heydər Əliyevin həmin ildə elə o vaxt bütün dövrlərdə əslində SSR-də populyar olan bir literaturna qəzeta, ədəbiyyat qəzeti deyək, adlı bir qəzet çıxırdı və həmin qəzetdə Heydər Əliyevin böyük bir müsahibəsi çıxdı. Həmin müsahibənin başlığı belə idi: Qoy ədalət zəfər çalsın. Bu dahi Nizami Gəncəvinin Sirlər Xəzləsi poemasından bir misra idi və qoy ədalət zəfər çalsın deməklə Heydər Əliyev bütün SSR-yə artıq səs salmış oldu ki, bizim bütün işlərimiz ədalət üzərində olmalıdır, bütün meyarların ölçüsü ədalət olmalı. Həm də bu misranı irəli sürməklə Nizami Gəncəvinin də bir daha ölkədə və bütün SSR məkanında Asan məsələ deyil. Bəli, bunu təbliğ idi bu əslində ki, yəni bu ədalətli yanaşım 12-ci əsrdə Azərbaycan xalqının təfəkküründə vardı. Azərbaycan xalqının belə böyük bir mütəfəkkiri olmuşdu, filosof, şairi olmuşdu və həmin dövrdə artıq bütün SSR-ni silkələyən Heydər Əliyevin addımları oldu və özü də sonrakı dövrlərdə müsahibələrində qeyd edirdi ki, məni o zaman işdən sonra çox vaxt və yaxud da işdən əvvəl mağazaları gəzirdim. Oradakı vəziyyətlə tanış olurdum. Piştaxtaların üstündə nə var, piştaxtaların altında nə var, bunları görürdüm. Qiyməti deməli qeyri-rəsmi şəkildə, deyək ki, qanunsuz şəkildə artıraraq əl altdan malların satılması nə idi, bunları gördüm. Və insanların əhval-ruhiyyəsi ilə mən tanış olurdum. Bu da imkan verdi ki, qısa müddət ərzində rüşvətxorluqla, korrupsiya ilə mübarizə aparsın. Bu işin bir tərəfidir, amma işin əsas tərəfi nə ilə bağlı idi? Azərbaycanda həmin dövrdə demək olar ki, xüsusən Bakı şəhərində və digər böyük şəhərlərdə bir antimilli siyasət uzun illər aparılmışdı. Ruslaşdırma siyasəti davam edirdi və o vaxt SSR rəhbərliyinin xüsusən ideologiyaya baxan Suslovun bir planı da vardı ki, biz vahid Sovet xalqı yaratmalıyıq. Bu əlbəttə absurd bir şeydir. Yəni minillərlə xalqlar formalaşmışdı, onların mədəniyyəti formalaşmışdı, dili formalaşmışdı, adət-ənənəsi, məişət adətləri formalaşmışdı və bunun hamısını ləğv edib bir Sovet xalqı yaratmaq və burada da Azərbaycanda xüsusilə Bakı şəhərinin 100 ildən çox belə deyəlim, sənaye mərkəzi kimi olması, müxtəlif xalqların burada olması və Bakı şəhəri demək olar ki, artıq bir Azərbaycan şəhəri olmaq statusundan çıxmışdı. O da çox belə, əslində beynəlxalq da əslində ruslaşmış bir şəhər idi və bu şəhərdə artıq hamı rusca danışır. Nəinki dövlət idarələrində, nəinki elmi idarələrdə, nəinki elitar bir mühitdə, hətta məişət səviyyəsində belə rusca danışırdı. Hətta mən 80-70-ci illərin sonlarında mən Bakıya gəldim. Əl aparılan o siyasətin tam nəticələri də ortada yox idi, amma eyni zamanda o vaxt da biz tələbə olanda hara gedərdik, rusca bizə cavab verdi. Azərbaycanca soruşanda görərdim, Azərbaycanca dili bilən Azərbaycanlılar belə özlərinə sıxışdırıb bizə cavab vermirdilər. Məsələn, böyük siyasətindən biri Azərbaycanın böyük şəhərlərini, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt kimi şəhərlərin Azərbaycana qaytarması oldu. Bundan ötürü nə etməli idi? Çox ağıllı bir siyasət yeritdi. Həm ölkə iqtisadiyyatını yüksəltməkdən ötürü sənayeleşməni, şəhərlərdə sənayeleşmə siyasətini yürütdü. Bakıda, Sumqayıt dediyim o böyük şəhərlər, Gəncədə, o cümlədən Mingəçevirdə böyük sənaye müəssisələri tikildi və həmin sənaye müəssisələrində işləmək üçün çoxlu sayda işçi qüvvəsinə ehtiyac var idi. Həmin işçi qüvvəsi hardan gəlməlidir? Bizim kəndlərimizdən gəlməlidir. Və kəndlərdən gələn insanlar artıq Azərbaycanda bu şəhərlərdəki mühitin dəyişməsinə gəldi, çıxartdı. Və bu gənclər artıq həm Azərbaycan dilini, ruhunu yaşatdılar. Eyni zamanda onların da sosial məişət qayğılarını həyata keçirməkdən ötürü çox böyük yaşayış komplekslər tikilməyə başladı və həm də şəhərlər böyüdü.
bizim o böyük şəhərlər, həmin şəhərlərimizdə bir-birinin ardınca çoxlu mikrorayonlar salındı, məhəllələr salındı. Bakıdakı demək olar ki, bütün mikrorayonlar bir neçəsi çıxmağına qalan hamısı Heydər Əliyevin dövründə salındı. Böyük əhmətli, yeni günəşli, köhnə günəşli qəsəbələrin götürü hamısı Heydər Əliyevin dövründə salınan məsələlərdir və çoxlu böyük zavodların tikilməsi bunlar həm ölkənin sənaye potensialını artırdı, həm də milliləşdirmə siyasətinin belə şəkildə həyata keçirilən SSR rəhbərliyi tərəfindən etirazla qarşılanmasın. Həm də ölkənin milli potensialının deyək ki, zənginləşməsinə və Azərbaycanın ümumiyyətlə bir xalqın milli kimliyi onun dili ilə bağlıdır. Əgər xalqın öz dilində danışmırsa, xalqın öz dili yaşamırsa, onun başqa bir milli kimliyini tanıtmaq üçün başqa bir xüsusi bir indikator yoxdur. Digər tərəfdən Heydər Əliyevin Bakı Dövlət Universiteti, o vaxt Azərbaycan Dövlət Universitetində ilk gedişi və çıxışı, Azərbaycan dilində çıxış etməsi, o da böyük bir sensasiyadır. Həmin dövrdə bütün SSR məkanında respublikaların rəhbərləri adətən rus dilində çıxışlarını edərdilər və Azərbaycan dilində çıxış etməsi. Sonra Azərbaycan Yazıçılar İttifaqının qurultaylarına gəlməsi, orada çıxış etməsi və orada xüsusilə Cənubi Azərbaycan mövzusunu gündəmə gətirməsi, Məhəmməd Füzulinin mövzusunu gündəmə gətirməsi, Nəsiminin gündəmə gətirməsi bu artıq mədəniyyətimizə də böyük xidmətidir. Heydər Əliyevin digər ikinci böyük xidməti Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafı ilə bağlı idi. O Heydər Əliyev hakimiyyətə gəlinə qədər Azərbaycanda demək olar ki, kənd təsərrüfatı bir xam mal istehsalçısı səviyyəsində idi. Demək olar ki, kənd təsərrüfatı çox tənəzzül səviyyədə idi və təbii kənddə yaşayan insanlar da yoxsul və səfalət içərisində idi. Heydər Əliyevə qədər Azərbaycanda küçəsi asfalt olan kənd demək olar ki, yox idi. Orada 2 mərtəbəli evlərdən söhbət gedə bilməz, hətta daşla tikilmiş evlərdən belə çox nadir hallarda rast gələrdir. Amma qısa müddət ərzində pambıqçılığı və üzümçülüyü inkişaf etdirməklə, bununla yanaşı xüsusi emal sənayelerini yaratmaqla, şərabçılıqla bağlı deyək, zavodların yaradılması, pambığın istehsalından sonra pambığın deyək ki, işlənməsi, onun çiyid halından, pambıq halından başqa xam mala çevrilməsi prosesində müəyyən zavodların yaradılması artıq sənaye potensialımızı gücləndirdi, həm də kəndlərimizin inkişafına gəldi çıxardı. Həmin dövrdə artıq Azərbaycan kəndləri inkişaf etməyə başladı. Bərdə, Cəllabad, deyək ki, üzümçülükdə irəli gedən Şamaxı kimi rayonlarımız çox yüksək səviyyədə təmsil olunmağa başladı. Azərbaycan kəndi də başladı inkişaf etməyə və kəndin iqtisadi potensialı artdıqca, gəlirləri artdıqca kənddə artıq mədəniyyət obyektləri başladı inkişaf etməyə. Mədəniyyət evləri tikilməyə başladı, yeni məktəblər tikilməyə başladı, uşaq bağçaları tikilməyə başladı və bütövlükdə kənd əhalisinin ümumi yaşayış səviyyəsi də yüksəldi. Heydər Əliyev gəncləri heç zaman unutmadı və həmişə ölkənin gələcəyinin gənclərə məxsus olduğunu söyləyərək o gənclərin inkişafı üçün çox böyük perspektivlər yaratdı. Heydər Əliyevin hakimiyyətə gəlinə qədər Azərbaycandan il ərzində SSR-in aparıcı universitetlərinə gedənlərin sayı 100 nəfərə çatmırdı. Amma Heydər Əliyev ilk dəfə bu təşəbbüslə çıxış eləyəndə birinci dəfə artıq 500 nəfər gəncin SSR-nin aparıcı universitetlərinə göndərilməsinin təşəbbüs irəli sürdü. Mərkəzi komitənin, o vaxt SSR Təhsil Nazirliyinin özü danışığa gedərək Azərbaycan üçün əlavə kvotalar almağa başladı. Həmin dövrdə Təhsil Naziri olmuş Qurban Əliyev öz xatirələrində yazırdı ki, Heydər Əliyev məni yanına çağırdı, dedi ki, mən SSR Təhsil Nazirliyi ilə danışmışam, bəli, bizə 500 nəfər yer kvota ayrılıbdır. Amma onunla danışmışam, razılaşmışam ki, başqa respublikalardan ki, hansı ki kvotalarda olmayacaqdır, həmin yeri də Azərbaycana versin. Və artıq bir neçə ildən sonra Azərbaycandan SSR-in aparıcı universitetlərinə gedənlərin sayı 1000 nəfərə gəldi, çatdı. Hər il təsəvvür edin, 1000 gəncimiz Moskvada, Leningradda, o vaxt ki Leningradda, Kiyevdə, Kazan Universitetində və aparıcı universitetlərdə təhsil aldılar və bu həm də SSR məkanında Azərbaycanlı
anlayışının, Azərbaycanlı prototipinin dəyişilməsinə gətirdi, çıxardı. Ona qədər bizi Moskvada belə deyərdim, bu ifadə biraz alçaldıcı bir ifadədir. Bazarlarda gül satan kimi, nar satan kimi, meyvə satan kimi tanıyırdılarsa. Amma ondan sonra oraya gedən o tələbələrin böyük bir hissəsi həmin şəhərlərdə qaldılar, elmi müdafiə etdilər, həmin universitetlərdə dərs dedilər, həmin şəhərlərdə, respublikalarda həkim kimi, müəllim kimi, hüquq mühafizə orqan işçisi kimi, iqtisadçı kimi işlədilər və yüksək statuslar əldə etdilər və bəziləri həmin respublikaların məclislərinə də, parlamentlərinə seçildilər, Nazirlər Soveti səviyyəsində işlər, vəzifələr tutdular və artıq Azərbaycanlı təsəvvürü SSR məkanında dəyişdi. Başqa bir məsələ, təbii ki, hər bir milləti dünyada tanıdan, başqa xalqların içərisində tanıdan onun mədəniyyətidir, onun incəsənətidir və ədəbiyyatıdır. Bununla da əlaqədar Heydər Əliyev olduqca böyük işlər gördü və Heydər Əliyevin dövründə Azərbaycan rəhbərliyi 13 il ərzində 11 nəfər Azərbaycanın yazıçısı, bəstəkarı, deyək ki, mədəniyyət incəsənət xadimi SSR-nin ən yüksək mükafatı olan və titulu adı olan sosialist əməyi qəhrəmanı adına layiq görüldü. Bunlar hamısı Heydər Əliyevin xidməti nəyə görə bunu edirdi? Və ona görə edirdi ki, biri var ki, tutaq ki, Azərbaycanın tanınmış bir şairi gedir, Moskvada mı deyək, yaxud da Qazaxıstanda mı, harada mı bir görüş keçir. Bir də var deyəcəkən ki, sosialist əməyi qəhrəmanı Süleyman Rəhimov və Süleyman Rüstəm gəldi, çıxış elədi, yaxud sosialist əməyi qəhrəmanı Rəşid bəy, bu da misal üçün, yaxud Qara Qarayev gəldi, çıxış elədi. Bunlar hamısı bizim o nüfuzumuzu qaldırmaq və xalqın potensialını bir daha göstərmək idi. Mənim yadımdadır, müsahibələrin birində mən onu oxumuşdum. Mərkəzi komitədə Brejnevin yanında müzakirə gedir. Orada Ukraynada SSR potensialına görə Rusiyadan sonra ikinci bir respublika idi və SSR rəhbərliyi də Stalindən sonra uzun müddət oradan çıxan adamlar olmuşdu və Ukraynanın nüfuzu da çox yüksək idi. Ukraynanın birinci katibi Şerbinski deyir ki, bu necə ola bilir ki, Azərbaycandan həmin dövrdə sonradan da artdı. 7 nəfər sosialist əməyi qəhrəmanı var, alimlər, ziyalılar arasında, belə də, incəsənət alimlər arasında. Amma Ukrayna boyda ölkədə cəmisi 4 nəfərdir. Heydər Əliyev də özünə məxsus bir yumorla və eyni zamanda böyük bir müdrikliklə deyib ki, mən neynim ki, mənim xalqım istedadlı xalqdır. Yəni, bu mənada həm də xalqını təmsil etmək böyük bir, mən deyərdim ki, miqyasda Azərbaycan inkişafına böyük xidmətlər göstərdi. Və bu da heç təsadüfi deyildi ki, Heydər Əliyev Azərbaycandan daha yüksək vəzifəyə getdi. Yəni, Heydər Əliyevə qədər Azərbaycanda birinci şəxs olan Azərbaycanlılar ya vəzifələrdən ləkələnib getmişdilər, deyək Mirzəfər Bağırov tamamilə, deyək ki, edam hökmünə, ondan sonraki, deyək, İmam Mustafayev vəzifələrindən getdi. Ali Sovetin sədri olmuş Azərbaycan xalq yazısı Mirzə İbrahimov deyək ki, vəzifədən gedərkən onun haqqında mənfi qərarlar yumuşaq desək qəbul olunmuşdu. Amma Heydər Əliyev yeganə Azərbaycan rəhbəri idi ki, daha yüksək vəzifəyə getdi və onun potensialını görərək deyək, həmin dövrdə SSR rəhbəri olan Andropov SSR-dəki islahatları aparmaq, xüsusilə iqtisadi sahədə islahatları aparmasından ötürü Heydər Əliyevin potensialını görürdü və ondan istifadə etmək. SSR-nin ən böyük mövcud olduğu 70 il ərzində ən böyük tikintilərindən biri Baykal-Amur magistralı idi ki, həmin Baykal-Amur magistralının da rəhbərliyi Heydər Əliyev etmişdi. Və həmin SSR rəhbərliyində olduğu müddət ərzində də 87-ci ilin sonuna qədər Heydər Əliyev SSR-nin 12 mühüm sahəsinə rəhbərlik edirdi, belə deyək, kurasiya edirdi və onun hər birində hər kəs elə bilirdi Heydər Əliyevlə görüşəndə, Heydər Əliyev o sahənin mütəxəssisidir. Həkimlər elə bilirdi ki, bu həkimdir, deyək, mühəndislər elə bilirdi ki, mühəndisdir. Hətta hərbçilər belə fikirləşirdilər ki, Heydər Əliyev böyük bir strateqdir bunlarla görüşəndə. Dəmir yolçular elə bilirdi ki, dəmir yolçu, yəni o qədər böyük ağla, zəkaya, biliyə
malik bir bizim liderimizdir. Və mən sizə bir söz də deyim, bəlkə sualınız olacaq, birbaşa bir nəfəsə danışdım. Nikolay Baybakov adında SSR Plan Komitəsinin uzun illər rəhbəri olubdur və deməli Stalin dövründən başlayıb da Brejnevin hakimiyyətinin sonlarına qədər SSR Plan Komitəsinin sədri olubdur. Sonra Heydər Əliyev Naxçıvan Ali Sovetinin sədri olanda, Ali Məclisi sədri olanda gəlmişdi həyatının sonlarında Naxçıvana. Orada bir müsahibə vermişdi. Deyirdi, iki söz mən xatırlatmaq istəyirəm o müsahibəsində. O bir söz deyir ki, mən Azərbaycanı Heydər Əliyev qədər sevən ikinci bir adama rast gəlmədim, tanımadım. İkinci bir söz odur ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 13 il ərzində SSR rəhbərliyinin başını pambıqla, üzümlə qataraq Azərbaycanın ən böyük təbii sərvəti olan, ən qiymətli sərvəti olan neft və qaz ehtiyatlarını Azərbaycanın müstəqillik illərinə saxladı. Nə qədər dəqiq deyilmiş bir ifadədir və bu Ulu Öndərin nə qədər bir uzaqgörənliyini göstərir ki, biz pambığı, üzümü də əkə bilərik. Yəni o bir illik bitkilərdir də. Bunlar uzaqbaşı üzüm deyək biraz çox illik bitkidir. Bundan da biz yaşaya bilərik, qazana bilərik və doğrudan da yaxşı yaşadıq həmin dövrlərdə. Amma neftlə qaz ölkənin çox strateji, böyük, əhəmiyyətli bir məsələ. Və o müstəqillik dövründə mənim xalqıma lazım olur və artıq 1994-cü ildə sentyabrın 20-sində əsrin kontraktını imzalayarkən məhz bəlkə də bu Heydər Əliyev nə qədər böyük uzaqgörəni idi ki, həmin o kontrakt nəticəsində müstəqil Azərbaycanın bünövrəsi möhkəm dayaqlar üzərində qoyuldu, bərpa olundu və Azərbaycanın bugünkü iqtisadi inkişafı məhz bununla bağlıdır. Musa müəllim, siz danışdıqlarınızda insanın istər-istəməz fikir formalaşır, müəyyən fikir formalaşır ki, Heydər Əliyev nə qədər dahi şəxsiyyət olmaqla, nə qədər dahi dövlət idarəçisi olmaqla yanaşı xalqını sevən vətənpərvər insan olub. Yəni sizin danışdıqlarınızda da insanın o istər-istəməz düşüncəsində o canlanır ki, nə qədər vətənini sevən, xalqını sevən bir insan olur. Bəli, ümummilli deyir, ikinci dəfə hakimiyyətə qaydanda birbaşa bir neçə çıxışlarında bir ifadəni söylədi, öz xalqına, dövlətinə, vətənə bağlılığını söylədi və Azərbaycan şeirini deyərkən yadınızdadır, Gülüstan sarayında da necə kövrəldi və axırıncı misraları o kövrək notlar üzərində söylədi və həmişə də deyirdi ki, hətta mən bundan sonra da həyatımın qalan hissəsini Azərbaycan xalqına bağışlayıram və yaxud da ki, mənim özüm də, mənim övladlarım da Azərbaycan uğrunda şəhid olmağa hazırıq və bu xalqa bağlılığı, xalqa sevgisi olduqca belə mən deyərdim ki, bizim ədəbiyyat müntəxəbatımıza yazılası bir düstur olmalıdır ki, bizim hər bir gəncimiz, hər bir insanımız vətəni sevməkdə Heydər Əliyevə bənzəsin, vətənə xidmət etməkdə Ulu Öndərə bənzəsin. Və Heydər Əliyevin vətən sevgisi, Heydər Əliyevin xalq sevgisi sadəcə bir emosiya deyildi. O xalqa sevgini, vətənə sevgini ona xidmətdə görürdü. Yəni onu nə qədər çox sevirəmsə, deməli o qədər çox xidmət eləməliyəm ki, bu vətən də, bu xalq da, bu millət də daha da ucalsın, daha da qüdrətlənsin, daha da güclü olsun. Bu mənada Heydər Əliyevin müstəqilliyimiz devrində xidmətləri məhz həmin o 69-cu ilin 14 iyulundan başlayan yolun bir davamı idi, məntiqi bir davamı idi ki, Heydər Əliyev təəssüf ki, 93-cü ildə hakimiyyətə gələndə onun qurduğu Azərbaycandan demək olar ki, əsər əlamət qalmamışdı. O hakimiyyətdən gedəndən sonra Azərbaycana rəhbərlik edən şəxslərin heç biri təəssüf ki, o yolu davam etdirmədilər, ya etdirə bilmədilər, ya da özləri etdirmədilər. Və Azərbaycan xalqı çox müdrik bir xalqdır. Və Azərbaycan xalqı çox haqlı olaraq Heydər Əliyevdən sonra Azərbaycanı rəhbərlik edən şəxslərin heç birini qəbul etmədilər. Nə Sovet dönəmində də Kamran Bağırovun hakimiyyəti o qədər bir ciddi xalqda emosiya və əks təsir bağışlamadı. Ondan sonra Vəzirov, Mütəllibov, Əbülfəz Elçibəy, arada Yaqub Məmmədov bir neçə müddət, İsa Qəmbərin hakimiyyəti və Azərbaycan xalqı bunların heç birini lider kimi görmədi və qəbul etmədi. Nəyə görə? Çünki Azərbaycan xalqının təsəvvüründə, Azərbaycan xalqının düşüncəsində, ürəyində lider olaraq Heydər Əliyevin obrazı yaranmışdı. Və bu obrazı başqa liderdə görməyəndə rəhbərdə artıq onu rəhbər kimi qəbul etmirdi. Və heç də təsadüfi deyil ki, mən o seçkilərdə iştirak etmişəm, yəni Azərbaycan Partiyasının nümayəndəsi olaraq. 2003-cü ildə Ulu Öndərin xalqa bir müraciəti oldu. Oktyabr, məşhur Oktyabr müraciəti, öz səhhətinlə əlaqədar
olaraq namizədliyin geri götürəndə xalqa müraciət elədi. Dedi, mənim planlaşdırdığım, lakin həyata keçirə bilmədiyim işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev həyata keçirəcəkdir. Mən ona özüm qədər inanıram. Və Azərbaycan xalqı da 2003-cü il seçkilərində İlham Əliyev və Heydər Əliyevə inandıqları qədər inanaraq səs verdilər. Və 2008-ci ildə isə artıq İlham Əliyevin gördüyü işləri, apardığı siyasəti Azərbaycan xalqı Heydər Əliyev siyasətinin davamı kimi gördü, qəbul etdi və artıq İlham Əliyevin öz siyasətinə, öz xidmətlərinə Azərbaycan xalqı səs verdi. Yəni demək istəyirəm ki, Heydər Əliyevin siyasəti artıq sizin qeyd etdiyiniz 57 ildir ki, Azərbaycana xidmət edir, Azərbaycanda davam edir, Azərbaycan xalqını xoşbəxtlik gətirir və Azərbaycanın qüdrətlənməsinə xidmət edir. Təbii ki, bu siyasət bundan sonra uzun illər davam edəcək və özü də dediyi kimi nə qədər Azərbaycan xalqı var, Heydər Əliyev də var olacaqdır, Heydər Əliyev də əbədi yaşayacaqdır. Heydər Əliyevin Azərbaycanın müstəqillik dövründə rəhbəri etdiyi vaxtı söylədiyi çox müdrik kəlamlar vardı. Onlardan da birini xatırlatmaq istəyirəm. Deyirdi, Azərbaycan dünyaya günəş kimi doğacaq. Və məhz o bu günlərimizi görürdü. Və Heydər Əliyevin yadındadır, qaçqın və məcburi köçkünlərlə bütün görüşlərində deyir ki, biz o torpaqlara qayıdacağıq. Biz heç zaman bir qarış torpağımızı da işğal altında qalmağa imkan verməyəcək. Hansı o vaxtda deyirdi ki, Azərbaycanın nə iqtisadi potensialı yoxudur, nə güclü ordusu yoxudur, nə də dünyada Azərbaycan bir informasiya blokadasının içərisində sıxılırdı. Amma özü inanırdı, xalqına inanırdı, öz siyasətinə inanırdı və bir də haqqa inanırdı, Ulu Tanrıya inanırdı. Və Heydər Əliyevin sözü var, dedi ki, mənə dəfələrlə sui-qəsd oldu. Amma bu sui-qəsdlərdən məni Allah qorudu. Allah ona görə qorudu ki, Allah Azərbaycan xalqı üçün qorudu, Azərbaycanın müstəqilliyi üçün qorudu, Azərbaycanın dövləti üçün qorudu. Heydər Əliyev həm də xoşbəxt şəxs, xoşbəxt ata və xoşbəxt dövlət xadimidir, xoşbəxt siyasi xadimdir. O siyasi xadimlər xoşbəxtdir ki, onların fiziki ömürlərindən qat-qat uzun bir devirdə onların siyasi ömürləri davam edir, onların siyasətləri davam edir, onların siyasi xətti davam edir və bu da bir daha göstərir ki, bu siyasi xətt ən doğru siyasi xəttdir. Heç də təsadüfi deyil ki, 2003-cü ildə prezident seçilərkən, inaugurasiya mərasimini keçirərkən cənab İlham Əliyev dedi ki, bizim yolumuz Heydər Əliyevin yoludur və bu günə qədər də o yol davam edir. O yol Azərbaycanı Şuşa zirvəsinə qaldırdı, azadlıq zirvəsinə qaldırdı. O yol Azərbaycanı ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmək zirvəsinə gətirdi, qaldırdı. Və çox haqlı olaraq hər kəs qeyd edir ki, hər kəs bilir ki, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevdir. Və eyni zamanda çox haqlı olaraq hər kəs qeyd edir ki, müasir, suveren Azərbaycan, bütöv Azərbaycan dövlətinin də banisi, qurucusu cənab prezident İlham Əliyevdir. Yəni Heydər Əliyev Azərbaycanın müstəqilliyini təmin etmişsə, həmin siyasətin uğurlu davamı İlham Əliyevin şəxsində Azərbaycanın bütün ərazisində suverenliyimizi bərpa etdi və Azərbaycan ərazi bütövlüyü bərpa olundu və bu gün Azərbaycan dünyanın ən aparıcı dövlətlərinin də qəbul etdiyi və özünə bərabər bir tərəf müqabil kimi qəbul etdiyi bir dövlətdir. Heç təsadüfi deyil ki, ötən ilin avqustun 8-də Ağ Evdə keçirilən görüşdə Amerikanın prezidenti, yəni ki, bu dünyanın bir nömrəli prezidentidir də, bu cür qəbul kim istəsə də, istəməsə faktdır. İlham Əliyev haqqında nə qədər böyük sözlər dedi. Siz böyük lidersiniz dedi. Sizin xalqınız böyük xalqdır ki, sizin kimi lideriniz var. Və mənim dostum dedi. Eyni zamanda dünyanın ən böyük dövləti olan Çin Xalq Respublikasının sədri Xi Jinping İlham Əliyev içində Pekində qəbul edilərkən mənim əziz dostum dedi. Bunlar elə belə ifadələr deyirlər. Yəni dünya siyasətində, böyük diplomatiyada hər bir sözün, hər bir ifadənin deyilmiş tərzinin belə əhəmiyyəti var və onun çəkisi var. Bu mənada Heydər Əliyev həm də deyirəm, xoşbəxt siyasi xadim, dövlət xadimidir ki, onun davamçısı, onun yolunu davam edən oğlu İlham Əliyev də o siyasəti daha yüksək
səviyyədə, günün tələbləri səviyyəsində apararaq Azərbaycanı dünyada məşhur etdi. Və bundan sonraki dövrlərdə bizim cənab prezident tərəfindən qarşıya qoyduğu böyük vəzifələr var. Ermənistanla sülh müqaviləsinin imzalanması, bütün kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizinin açılması, Qafqazda böyük iqtisadi layihələrin həyata keçirilməsi, bunların hamısının mərkəzində Azərbaycan dayanacaqdır. Azərbaycan liderinin müəyyən etdiyi qərarlar, qəbul etdiyi qərarlar dayanacaqdır ki, bu da lider Heydər Əliyevin həm ruhu şad olacaqdır, həm də onun bütün arzuları çiçək açmış olacaqdır. Musa müəllim, maraqlı söhbət üçün təşəkkür edirik sizə. Sağ olun. Musa müəllimin qeyd elədiyi kimi Azərbaycanın müstəqilliyinin bərpasına gedən yolun başlanğıcı 69-cu il 14 iyuldan başlayır. Sağ olun, İki saylı izləməyə davam edin.